Toz rayonunda Rus bağçası açılır. Özü də pullu bağça, pullu. Qazaxda təmirdən çıxan bağça özü də pullu. İlham Əliyev indi Bakıdan gəlir 500 kilometrə bağçanın açılışına. İlham Əliyev Toz rayonunda bir süd zavodunun 2 dəfə açılışına gəlir. İlham Əliyev Gədəbəyə kanalizasiya açılışına gedir. Bəs indi mənə deyin, İranda savaşdan qabaqdan da, İran Amerika savaşından qabağı da deyirəm, lap savaşdan sonra tamamilə İlham Əliyev neçə dənə açılışda olubdur. Yalan deyən köpək oğludur, heç 3 dənə açılışda olmuyor. Bir gündə, 2 gündə, həftədə ən azı 3-5 açılışda olan İlham Əliyev, axırıncı heç 3 ayda 2-3 açılışda olmuyor. Bir dənə göstərdilər bizə nəyi? Elmlər Akademiyası hansısa bir kafedraymış, nəymiş, Allah bilir köhnə bina idi, köhnə kadr idi, bizə kakalayı soxmaq istədilər. Bu birincisi. İkincisi, məqsəd burada Arif Paşayevin ölmədiyini subut eləmək. Arif Paşayevin ölməməyi mənə sərf edir. Hər nəysə, subut eləmək. İkinci də, onun da Arif Paşayev olduğu sual altındadır. Ya maska taxıbdır, bəylərin razmeridir. Baxırsan ki, 92 yaşında adam pişik kimi hərəkət edir. Bəylər çox götü tabanına deyə qaçır o İlhamın əlində, sağında, solunda, dalında. Bax, toşunu, eləcə bu 92 yaşında adam deyil axı. Elə bil buna kərtənkələ motoru qoşubsan bu Arif Paşayevə. Qadan alim, belə şey olmaz axı. Sadəcə elə maskanı keçirirlər bəylərə, bəylər orada hoppanıb düşür. İndi uzun sözün qısası, mən deyəndə İlham Əliyevin sonu gəlirdi. Dünənləri elə yoldaşımla bir araşdırma elədik qısaca. İlham Əliyev niyə açılışda eləmir? İlham Əliyev niyə az görsənir? Ümumiyyətcə açılışda eləmir. Eləsə də 2 ay ərzində, 2 həftə ərzində ən azı 2, 3, 5 açılış eləyən İlham Əliyev 2 ayda 2 dənə açılış eləmir. Nətərə? Yadınızda da bir dənə müharibə başlayandan sonra ya başlayandan qabaq bu Ağdam tərəfdə bir dənə qaçqınlar üçün o bina açılış elədi. O da nədir də bilirsiniz də, o da pul tənəkəsidir. 39 milyard yeyiblər büdcədən. İndiyə qədər də bütün müəllimindən belə, əskərindən belə, gömrüyündən belə, bütün hər yeri soyurlar, sömürürlər ki, Qarabağda təmir tikinti. Qarabağda təmir tiki. Onun təmirinə, tikintinə lənət olsun. Nə təmir tikinti?